Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Bugün Səs TV-nin canlı yayımından növbəti gündəm verilişindəyik. Dünyada baş verən hadisələrdən, regionumuzda və Azərbaycanda baş verən hadisələrdən danışacağıq. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın Ukrayna üzərindən Rusiya demarşı, sülh gündəliyi, Londonda keçirilən Xariclər Nazirliyinin nəzərdə tutulan görüşünün təxirə salınması, Krımın Rusiyanın tərkib hissəsindəki kimi deməli Ukrayna tərəfinə təqdim edilməsi və Zelenskinin bundan imtina etməsi, eyni zamanda Ermənistanda bugün 24 aprel qondarma soyqırımı qeyd olunması, Ermənistan rəhbərlərinin də Sanabertdə soyqırım abidəsini ziyarət etməsi və Türkiyə ilə Azərbaycanla hazırki Ermənistan rəhbərliyinin münasibətləri sülhə doğru atmaq istədiyi addımlar, ümumiyyətlə sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan tərəfinin etdiyi cəhdlər ya da etmək istəmədiyi başqa dövlətlərin təkidi ilə bu sülhə maneçilik törətməsi, bundan başqa deməli İran prezidentinin və İsrailin baş nazirinin Azərbaycana səfəri, bilirsiniz ki, hər iki tərəf bu gün müharibə vəziyyətindədir. Bu gün bir-birinə hücum üçün məqam gözləyir, hansısa danışıqların nəticələrinə etibar edir, nə baş verəcək, nə olacaq. Bundan başqa Rusiyanın Ukrayna ilə sülh gündəliyi bu mümkün olacaqmı? Rusiyanın verdiyi şərtləri Ukrayna qəbul edəcəkmi? Sualı bugün bizim müzakirə mövzumuzdur. Müzakirəni isə studiyamızın qonağı millət vəkili Günay Amalı ilə davam etdirəcək. Xoş gəlmisiniz Günay xanım. Təşəkkür edirəm. Günay xanım, elə dünyanı narahat edən bir hadisədən, yəni bir hadisə deyəndə böyük bir hadisədən danışaq. Donald Trump'ın Ukrayna-Rusiya arasında olan bu müharibəni sonlandırmaq üçün atdığı addımlar var ortada. Amma bu addımlar nədənsə bizim alışmadığımız, bizim belə deyək, təsəvvür etmədiyimiz bu formada reallaşmaq istəyindədir, yəni Donald Trump tərəfdən. Belə ki, Ukraynanın ərazi bütövlüyünə ziyan dəyir. Yəni, söhbət bundan gedir ki, elə ilk şərtlərdən biri də odur ki, Krımın Rusiya torpağı kimi qəbul edilməsinə Ukraynanın razılıq verməsidir. Hələ ondan başqa da 7 bənd var ki, o bəndlərin heç biri də Ukraynanı qane edən səviyyədə deyil. Amma Ukrayna elə vəziyyətdədir ki, Ukrayna elə bir, belə deyək, indiki dövrdə elə bir hərbi, siyasi problemlə qarşılaşıbdır ki, indi ona Trump'ın bu təkliflərinə yox da deyə bilmir. Bir tərəfdən də daxili Ukrayna ictimaiyyətinin təzyiqlərindən qorxan Zelenski buna yox deməməyə, yəni hə deyə bilmir. Çünki bu həm itirilmiş o 4 region var, həm də Krımın itirilməsi Ukraynaya çox baha başa gələ bilər. İndiyə qədər Rusiya ilə aparılmış müharibənin əhəmiyyətsiz olduğu da üzə çıxa bilər. Sizcə, bu Ukraynanın belə bölüşdürülməsi, Ukraynanın indiki vəziyyəti və belə deyək, bu müharibədən, bu ölüm-dirim savaşından, ərazi itkisi ilə üzləşən Ukrayna bundan nə qazandı? Bax, indiyə qədər Qərbin də qərbə söykənərək, qərb ölkələrinə söykənərək Rusiyanın, öz qardaşı Rusiyanın bir müharibəyə qalxdı. Bundan nə qazandı? Və niyə Trump və yaxud da ki, Avropa belə deyək, Ukraynaya lazımı dəstəyi göstərmədi və indiki vəziyyətdə Ukrayna çıxılmaz vəziyyətə düşdü. Nə baş verir bu? Necə sülh ümumiyyətlə hansı şərtlərlə imzalana bilər və belə deyil, belə deyək, indiki şərtlər? Ümumiyyətlə, xüsusilə, yəni ilk olaraq diqqətə çatdırmaq istərdim ki, daha öncə siz vurğuladığınız kimi Ukrayna bu məsələdə daha çox itki verdi. Deyərdim ki, qazanmış olduğu, yəni ortada real bir görüntü yoxdur. İstər insanların deməli bu məsələdə
həlak olması, istər Evet. şəhərlərin dağıntıya məruz qalması və s. Mən hesab edirəm ki, bugünkü situasiyada, bugünkü gündə Zelenski çox çıxılmaz bir durumdadır. Və haqlı dediniz ki, bir tərəfdən Ukrayna cəmiyyətinin, ictimaiyyətinin bu məsələlərə deməli çox iddialı olması və öz təbii ki, ərazi bütövlüyünün təminində israrlı olması və digər tərəfdən isə Amerikanın onun arxasında durmaması Zelenskini çox böyük bir deməli iki yol ayrıcında qoyur. Ümumiyyətlə hər kəsə məlumdur ki, Qərb ölkələri hər zaman özlərinin maraqlarına uyğun olaraq bu cür dövlətlərdən istifadə edirlər. Təbii ki, görünür bu məsələdə də Ukraynanın deyərdim etibar etdiyi, inandığı qüvvələr bugünkü gündə onun yanında deyirlər. Və Amerika isə Rusiya kimi nəhəng bir təbii ki, dövlətin maraqlarına hesab edirəm ki, daha meyillidir. Və bu nöqteyi nəzərdən Zelenski ilə hətta onun görüşündə, Trumpın görüşündə də siz hər birimiz ictimaiyyətə də bəllidir. Onların deməli görüşündəki o müəyyən ziddiyyətlər. Və mən hesab edirəm ki, sizin vurğuladığınız kimi o Kremlin Rusiyanın ərazisi iddiası, Rusiya tərəfindən təklif olunan bu iddia, İnanmıram ki, Zelenski bunu qəbul edəcək və bunu qəbul etmədikcə inanmıram ki, hansısa bir sülh və yaxud atəşkəsdən söhbət gedə bilər. Hər halda burada məsələlər kifayət qədər dumanlıdır və öncədən biraz proqnozlaşdırmaq və yaxud hansısa bir konkret rəy bildirmək də çətindir. Çünki bilirsiniz ki, dünyada gedən siyasi deməli, məsələlərdə hər an müəyyən dəyişikliklər ola bilir. Və o nöqteyi nəzərdən mən hesab edirəm ki, burada ortaq bir mövqe seçilməlidir. Rusiya da Ukraynaya müəyyən təbii ki, güzəştlər etməlidir və Ukrayna da öz növbəsində belə qərarlar verməlidir ki, burada Ukrayna milləti də əziyyət çəkməsin, yəni zülmlər və belə deyək qarşılaşmasın. Çünki hər birimizin gözünün önündədir savaş zamanı insanların hansı vəziyyətdə olması, yəni bütün bunları yəni düşünmürəm ki, Zelenski olmasını bir də istəyər. Yəni ona görə də düşünürəm ki, bu məsələlərdə hər iki ölkə kompromisə getməlidir ki, irəlidə onları daha böyük savaş və daha böyük itkilər gözləməsin. Günel xanım, bir məsələ də var. Trump bir Rubio'nun, yəni dövlət katibinin dili ilə dedi belə bir fikir ki, əgər Ukrayna və Rusiya sülh masasına əyləşməsələr, bizim şərtlər daxilində əyləşməsələr, onda biz bu vasitəçilikdən geri çəkiləcəyik. Yəni, bunda iştirak etməyəcəyik. Mümkündürmü? Yəni, indiki bu ziddiyyətlərə, indiki ölüm-dirim savaşına, düzdür, mən təsəvvür eləmirəm ki, tutaq ki, Ermənistanla biz, indi Azərbaycan burada qalib ölkədir, Azərbaycan haqlı tərəfidir deyə, Ermənistana yəni heç bir vasitəsi olmadan bir masa ətrafında oturmağa, söhbət eləməyə, hansısa bir razılıq əldə eləməyə təşəbbüs elədi və bunun da belə necə deyirlər, xeyrini də gördük. Yəni bu mümkün oldu. Bu razılaşma ya da danışıqlar mümkün oldu. Amma Ukrayna böyük dövlətdir, böyük ölkədir, ərazisi də böyükdür, gücü də çoxdur və Rusiyada təbii ki, bilirsiniz, nüvə dövlətidir. Və bunların arasında biraz əvvələ getsək, Ukraynada da əvvəllər SSR dağılan zaman nüvə silahları var idi. Bunu nüvə silahını Rusiya tərəfinə ona görə verdi ki, təhvil verdi ki, Avropa və Amerika Ukraynanın təhlükəsizliyini təmin edəcəyinə söz vermişdi. Və indiki məqamda Avropa ilə Trump'ın maraqları üst-üstə düşmür. Trump bir söz deyir, yəni hər ikisi Qərb ölkəsi olsa, Qərb olsa da, Qərb mövqeyindən çıxış eləsə də, burada biraz fikirlər haçalanır. Yəni Amerika ilə
Avropa arasında ziddiyyətlər də, başqa o tarif savaşında olan ziddiyyətlər də buna bir təkan vermiş olur. Və Avropanın da Ukraynaya sülhməramlı qüvvələr adı altında ordu yerləşdirməsini istəyir. Bu günün məlumatına görə, deməli, Təhlükəsizlik Şurasının katibi, keçmiş Müdafiə naziri Şayqu deyibdir ki, əgər Avropa müxtəlif adlar altında Ukraynada hər hansı bir qüvvə yerləşdirsə, bu 3-cü Dünya müharibəsinə gətirib çıxaracaqdır. Yəni, burada 3-cü Dünya müharibəsi deyəndə yəqin ki, nüvə silahından istifadə söhbətindən gedir. Həm də o qüvvələr ki, oraya yerləşdiriləcəkdir, onlar təbii ki, sülhü qorumaqdan çox Rusiya ilə müharibəyə cəlb olunacaqdır. Belə bir vəziyyətdə, yəni Amerika Birləşmiş Ştatlarının geri çəkilməsi, özünü bu müharibədən hansısa formada qoruması, belə deyək, əgər qarşıdakı ehtimal olunan müharibədən qoruması və Avropanın da indiyə qədər o Ukraynanı bu bəliyə gətirən, başına bu bəlalar gətirən Avropanın yenidən müharibəni qızışdırması və belə necə deyərlər, əgər Amerika ona gətirmək istəyirəm, Amerika buradan əlini çəksə, Ukrayna ilə Rusiya, iki qardaş ölkə, əvvəlki bütün o prinsipləri, bütün o maraqları bir kənara qoyub, bir araya gələrlərmi, bir masa ətrafında heç bir vasitəsi olmadan oturmaq imkanına malikdirlərmi? Bu mümkündürmü? Yəni, mən Ermənistan-Azərbaycan məsələsini elə təsadüfən demədim. Yəni, bu mümkündürmü? Bu təsəvvür olunan bir məsələdirmi? Yoxsa bu sülhün əgər Amerikada geri çəkilsə, bunun axırını necə təsəvvür edirsiniz? Bu bölgədə nə baş verə bilər? Müharibə hansı istiqamətə yönələ bilər? Yenə təkrar edirəm, Avropa özünün təhlükəsini qorumaq üçün Ukraynaya kömək etmək məcburiyyətində və ora ordu yerləşdirmək məcburiyyətindədir. Belə çıxır ki, bir nüvə müharibəsində görə bilərik. Necə təsəvvür edirsin onu? Əslində, bilirsiniz necə, Əli bəy, deməli, Azərbaycanla Ermənistan arasındakı baş verən uzun illərdir baş verən və sonu 2020-ci ildə bitən bu savaşın haqlı tərəfi Azərbaycan olduğuna görə bu məsələdə təbii ki, Azərbaycan öz ərazisinə sahib çıxmaq qətiyyətində idi və şükürlər olsun ki, biz bu deməli arzumuzu da reallaşdırdıq. Bu məsələnin müqayisəsi biraz fərqli, deməli, fərqli yanaşmalar var burada. Məsələ burasındadır ki, mən elə hesab edirəm ki, Rusiya və Ukrayna heç bir vasitəçi olmadan, öncə dediyiniz kimi, iki qardaş ölkə olaraq bir-birləri ilə qərara alsalar, bir masa ətrafında danışıqlar əldə edə bilərlər. Sadəcə olaraq burada kənardan müdaxilələr var və kənar qüvvələr, kənar müdaxilələr müəyyən, belə deyim, məsələlərdə mənfi istiqamətə müdaxilələr edirlər. Biri var, bu müdaxilələr xoşməramlı olsun. Biri də var, bu müdaxilələr öncə dediyiniz kimi nüvə müharibəsinə qədər gətirib çıxara bilər. Zənnimcə, bu məsələdə heç bir vasitəçi olmadan Ukrayna və Rusiya qərara gəlməlidir və bir masa ətrafında əyləşib ümumiyyətlə bir nöqtəyə gəlib çıxmalıdırlar. Çünki daha öncə dediyim kimi, hara baxsalar belə, bunlar əvvəla qonşu deməli, dövlətlərdir. İkinci bir tərəfdən bunların mental dəyərləri bir-birinə yaxındır. Eyni, belə deyim, kökdəndirlər. Bəli. İstənilən halda burada sadəcə olaraq bu qərb ölkələri olsun, Amerika olsun, fərqi yoxdur. Bu məsələyə əgər xoşməramlı niyyətlə vasitəçilik edirlərsə, etməlidirlər. Yox, əgər müharibə məsələsinə gəldikdə isə bu müharibədə əslində heç kəs heç nə qazanmayacaq. Əslində bütün dünyaya bu təsir eləyəcək. Təbii ki, bu dünya dövlətləri, dünya ölkələrində heç birinə sərf eləmir bugünkü gündə ümumiyyətlə dünyada müharibənin baş verməsinə. İstənilən halda bu dünyada gedən proseslərə də öz mənfi təsirini göstərir. Ona görə də mən hesab edirəm ki, bu məsələdə vasitəçilərdən istifadə etmək yox, vasitəçilərdən
deməli, vasitəçi axtarışına çıxmaqdansa özləri öz aralarında bu məsələni köklü şəkildə həll etməlidirlər ki, və əslində bunu edə bilərlər Əli bəy. Əlbəttə, Ermənistan Azərbaycan prezidenti var, nümunəsi var. Bəli, yəni bilirsiniz necə, bu məsələni müzakirə etmək və həllinə gəlib çıxmaq əslində bunların öz əlindədir. Sadəcə olaraq biz burada Ukrayna tərəfinə baxanda, Ukrayna haqlı şəkildə öz ərazi iddiasındadır. Rusiyanın da müəyyən məsələlərdə təbii ki, öz iddiaları var və mən hesab edirəm ki, ən düzgün burada seçim danışıqlar ətrafında bu məsələni həll etməkdir ki, çünki bugünkü gündə daha öncə qeyd etdiyim kimi heç bir dövlətə, dünyanın heç bir ölkəsinə bu heç nə qazandırmır. Heç nə qazandırmır, bəli. Yəni müharibə olduqda, yəni insanlar qırılır, şəhərlərə, bölgələrə müəyyən itkilər, deməli, ziyanlar dəyir, bəli. Və sonda yenə də illər sonra bu münasibəti düzəltməkdənsə, olarmı ki, elə zamanında, yerində onsuz da itirilib. Yəni Ukrayna baxın hansı vəziyyətdədir bugün. Bir neçə il müharibədən öncəki dönəmlə müqayisə eləyəndə Ukrayna indi baxanda o şəhərləri çox tanınmaz halda idi. Nə qədər insanlar yəni milyona yaxın insan öldü. Yəni ona görə də düşünürəm ki, bu məsələdə ən gözəl və ən düzgün seçim vasitəçisiz danışıqlar aparıb bir masa ətrafında əyləşib məsələni çözməkdir. Əlbəttə, bunun əvvəllər Türkiyə elə bir ilin təxminən birinci 6 ayında, müharibənin birinci 6 ayında bu təşəbbüsdə oldu. İstanbulda görüşdülər, tərəfləri gətirdilər, görüşdülər. Demək olar ki, orada bir çox məsələlərə aydınlıq gətirildi və həmin vaxtı çoxlarımız fikirləşirdi ki, İstanbul variantı, Türkiyənin ortaya qoyduğu variant, yəni hər iki ölkəyə sadəcə olaraq görüşmək üçün bir məkan verilməsi, onları düzgün istiqamətləndirilməsi və bəzi problemləri, o vaxta qədərki problemləri danışıqlar masasında həll olunmağa bir təşəbbüsü oldu. Amma siz də o məsələni vurğuladınız. Xarici təsirlər, xarici amillər imkan vermədi ki, bu xalqlar, bu millət, iki dövlət bir araya gəlib bir məsələni çözsünlər. Bu bizim də başımıza gəlib. Əslində Azərbaycan 30 ilin 24 ilini, yəni Minsk qrupu yaradılmışdı, ATƏT-in Minsk qrupu yaradılmışdı. Və hamımız arxayınıq ki, o nəsə eləyəcək, nəsə olacaqdır. Yəni kənar qüvvə, orada Minsk qrupunda da 3 super dövlət birləşirdi. Fransada, Rusiya və Amerika Birləşmiş Ştatları, hər üçü Ermənistana təsir etmək gücündə yox, onu öz yerində oturtmaq gücündə idilər. Yəni ki, amma eləmədilər bunu. Belə görünür ki, elə xarici amillər, xarici təsirlər, üçüncü, dördüncü tərəflər bu münaqişəni ilə başladan tərəflərdir. Bunlar da belə deyək də maraqlı deyirlər ki, bu məsələ çözülsün. Amerika Birləşmiş Ştatlarının məsələn Ukraynanın indiki vəziyyətində o deyir, el arasında bir söz var, deyir, keçid canayındadır, qəssab piyaxtarı. Ukrayna ölümdirim savaş aparır. Amerika Birləşmiş Ştatları gəlibdir, hamı düşündü ki, nəsə buna yaxşı bir dəstək olacaq, yoxsa nəsə olacaq. Gəlib deyir ki, mineral ehtiyatların istifadəsində müqavilə bağlamalıyıq. Heç dəxli olmayan bir məsələdir. İndi gələk bu məsələyə, bəlkə fikriniz var bununla bağlı deyərsiniz. Gələk Ermənistanla bağlı çox elə hara gediriksə, hansı mövzudan danışılır, mütləq bunun içində bir Ermənistan məsələsi var. Ermənistanda bugün 24 aprel, bugün onlarda qondarma soyqırımı məsələsi var. Sizin indi orada çox şeylər var. Yəni Ermənistan mətbuatı daha çox yazırlar, pozurlar. İndiki məqamda belədir də. Biz güman edirik ki, Ermənistanın xilası özləri də deyirlər, öz rəhbərləri deyir. Xilası Azərbaycanla Türkiyə ilə xoş münasibət yaratmaqdır. İndi yəni 30 il ərzində artıq 30 ildən sonra bunu anladılar ki, mütləq və mütləq iki ölkə ilə də xoş münasibət yaratmaq lazım. Və indi fotolarda da var, indi bizə göstərmirlər onu. Deməli, Ermənistanın prezidenti, baş naziri, onların parlamentin sədri qondarma soyqırım abidəsini ziyarət ediblər. Sonra sərgilər açıblar. Onların kataloqosu, bütün ermənilərin kataloqosu Osmanlı
Türkiyəsi dönəmində deməli baş verən güya o soyqırımın 110 illiyi ilə bağlı bu il 110 illiyidir güya ki. Onunla bağlı açıqlamalar verib, Türkiyəni ittiham eləyir. Hətta dünən bir məlumat yayıldı. Deməli Yerusəlimdə qondarma Dağlıq Qarabağın bayrağı ilə oradakı o katolikoslar, erməni katolikosları bir poz verib şəkil çəkdirmişdilər. Yəni belə güman eləyirdilər ki, yəni Qarabağ hərəkatı, ermənilərin Qarabağ hərəkatı güya davam eləyir belə. İndi bax belə ikisini bir araya gətirmək bizim üçün biraz çətindir. Yəni bir tərəfdən istəyirlər ki, Azərbaycanla Türkiyə ilə xüsusən də münasibətləri yaxşılaşdırsınlar və digər tərəfdən belə hələ də qondarma, soyqırımı davam etdirirlər. Sizcə bu bu ermənilər bundan nə demək istəyir? Bundan hara getmək istəyirlər? Hansı məqsədlərinə çatmaq istəyirlər? Əli bəy, ermənilər heç zaman dedikləri sözlə əməlləri üst-üstə düşməyən bir yanaşma, mövqe sərgiləyirlər. Bu hər zaman belə olur. Biz bunun 30 ildir şahid olmuşuq. Yəni danışıq əsasında bir cür danışıb, əməldə tamamilə başqa bir deməli addım atanlardır. Qondarma məsələsi ümumiyyətlə kökündən yanlış bir ifadədir, nəinki hadisədir. Mən düşünürəm ki, ümumiyyətlə bugünkü gündə Azərbaycanın bilirsiniz ki, bütün məsələlərdə olduğu kimi bu məsələdə də, sülh məsələsində də öz qətiyyətini göstərir. Azərbaycanın haqlı tələbi nədir? Ermənistan konstitusiyasında və hüquqi normativ aktlarında Azərbaycana qarşı ərazi iddialarını tamamilə çıxarmalıdır. Bundan başqa Azərbaycanın deməli Azərbaycanın bölgəsində üçüncü bir dövlətin qoşunlarına ehtiyac yoxdur. Və bütün bunların olduğu halda təbii ki və Azərbaycanla birlikdə Ermənistan ATƏT-in Minsk qrupunun ləğv olunmasını tələb etməlidir. Bütün bunlar baş verərsə Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. O ki qaldı o qondarma deməli soyqırım məsələsinə çox maraqlıdır. Əsrlərdir Ermənistan 200 ildən artıq bir dönəmdə Azərbaycana qarşı bu qədər soyqırım həyata keçirdi. Bugün dünya ictimaiyyəti buna susur. Bizim hər hansısa bir başımıza gələn soyqırımla bağlı qəbul olunmuş ortada bir sənəd yoxdur. İstər Mart soyqırımı, istər Xocalı soyqırımı, nə qədər dəhşətlər, insanlarımızın başına gətirilən min bir müsibətlər, bunun hansı bugünkü gündə dünya güc mərkəzləri tərəfindən və yaxud hansısa bir qərb ölkələri tərəfindən qəbul olunub? Heç biri. Ortada heç bir sənəd yoxdur. Heç kəs bunu qəbul etmək niyyətində deyil. Burada o zaman necə yanaşmadır? Yəni xristian təəssübkeşliyi? Belə görünür. Yəni bilirsiniz necə? Biz hər zaman mübarizədə tək olmuşuq, Əli bəy. Düzdür, qardaş Türkiyə istər müharibə dönəmində, istər müharibədən sonraki dönəmdə bu və digər şəkildə Azərbaycana hər zaman öz qardaşlığını göstərib. Amma mübarizə və döyüş arenasında biz tək olmuşuq, biz tək vuruşmuşuq. Və Azərbaycan öz qətiyyətli prinsipiallığını, öz necə deyərlər, mövqeyini və ərazi bütövlüyünü təmin etmək niyyətini 44 günlük vətən müharibəsində və ondan sonraki 23 saatlıq antiterror əməliyyatı zamanı ortaya qoydu. Və bütün dünyaya nümayiş olundu ki, Azərbaycan təkdir, ancaq güclüdür. Azərbaycan bugün əldə etdiyi bütün uğurlara görə Azərbaycan xalqı, ölkə başçısı möhtərəm cənab prezident İlham Əliyevin yanındadır. Bütün məsələlərdə olduğu kimi. Və heç də sizə də yəni yad məsələ deyil ki, bugün Azərbaycanın qarşısında Qərbi Azərbaycana qayıdış məsələmiz var. Bəli. Və mən inanıram, sizdən soruşacaqdım. Və mən inanıram ki, çox da uzaqda olmayan bir zamanda biz Qərbi Azərbaycana qayıdacağıq. Qərbi Azərbaycanın
Azərbaycandan olan soydaşlarımızın Qərbi Azərbaycana qayıdış hüququ var. Bu insanlar ora qayıtmaq istəyirlər. Biz heç bir ərazi iddiasında deyilik. Biz sadəcə olaraq bizim soydaşlarımız öz dədə-baba torpaqlarına gedib haqlı şəkildə oranı ziyarət etmək istəyirlər. Öz dədə-babalarının məzarlarını ziyarət etmək istəyirlər. Orada qoyulan hər bir daş, hər bir necə deyim, torpaq Azərbaycanlıların həsrəti ilə döyünür. Ona görə də mən hesab edirəm ki, bugünkü gündə Ermənistan öz çirkin və əsassız bu qondarma soyqırım məsələlərindən də vaz keçməlidir və artıq dünyaya bəyan etməlidir ki, ümumiyyətlə bu bizim bir yanlışlığımızdır. Yəni bu biz tərəfindən növbəti bir yanlışlıqdır. Təbii ki, onlar heç zaman öz yanlışlıqlarını, öz səhvlərini nə zaman boyunlarına alıblar ki? Onlar hər zaman öz səhvlərindən boyun qaçırıblar, heç zaman öz günahlarını etiraf etməyiblər. Və mən hesab edirəm ki, artıq Ermənistanın, rəsmi İrəvanın bu məsələdə bir dönüş etmək zamanıdır. Və daha öncə dediyimiz kimi konstitusiyasında və hüquqi normativ aktlarında dəyişiklik etməlidir ki, Azərbaycan artıq rahat və tam şəkildə sülh imzalanmasına hə cavabını versin. Çünki bugün orada Paşinyandır dövlət başçısı, sabah biz bilmirik orada kim olacaq. Bugün Paşinyan müəyyən şəkildə sözlərdə razılıq verdi, gəldi, imza atdı. Ancaq onların sənədlərində bu əks olunmur. Paşinyan gedəcək, digər bir ölkə rəhbəri gələcək. Onda o yenə də başlayacaq öz deməli Azərbaycana qarşı ərazi iddialarını qaldırmağa. Bir mənalı şəkildə bütün konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişilməlidir, çıxarılmalıdır ümumiyyətlə və təbii ki, bu hüquqi normativ aktlarda da bu müddəalar ortadan tamamilə götürülməlidir. Bu zaman artıq Azərbaycan sülhə və sülh sazişinin imzalanmasına hazır olacaq. Bəli. Bir məsələni də Günay xanım sizinlə müzakirə edək. Bu cənab prezidentin Çinə səfəri ilə bağlı. Çox maraqlı, çox işgüzar, belə deyək, hər tərəfli Azərbaycan maraqlarına cavab verən, Azərbaycanın milli maraqlarından çıxış edərək cənab prezident bütün o imzaladığı sənədlərə də, apardığı danışıqları da, hətta öz müsahibəsində də Çinin mətbuatına verdiyi müsahibədə, hələ buradan getməmişdən qabaq da vermişdi. Orada da belə bir məlumatlar var. Çin mətbuatına verdiyi məlumatlarda da Azərbaycanla Çin arasında əlaqələrin təkcə iqtisadi müstəvidə deyil, həm də siyasi müstəvidə Azərbaycanın ərazi bütövlüyünün tanınması, suverenliyinin tanınması çox maraqlı, çox gözəl, həm qarşılanmasına, yəni bu barədə söhbətlər, fikirlər o qədər çoxdur ki, yəni bir adam insan necə hansı tərəfdən yaxınlaşmasını da belə tutmaq mümkün deyil. Yəni çünki qarşılanması insanda bir qürur hissi doğurur. Dünyanın super gücünün dövlət başçısı Azərbaycan prezidentini, Azərbaycan dövlət başçısını necə qarşıladılar? Necə bir törən, türklər demişdim, düzənləmişdilər orada. Ondan başqa aparılan danışıqlar, dünyanın 185 ölkəsində alternativ enerji şirkəti olan China Corporation Limited belə bir böyük bir şirkət var. Dünyanın 400 real şəkildə 410 layihəsini aktiv olan bir şirkətin prezidenti ilə görüşmək, 1 milyard yarımlıq bir bazarın iştirakçılarına, yəni ona əhalisinin sayını nəzərdə tuturam, o boyda ölkənin rəhbəri ilə görüşmək, insanların, onların mətbuatında geniş işıqlandırılır Azərbaycan prezidentinin səfəri və belə bir məqamda mən erməni mövzusundan biraz uzaqlaşmaq istəmirəm, nəyə görə gətirirəm ora, amma siz növbəti sualımızda Allah qoysa prezidentin səfəri barəsində daha geniş məlumat verəcəyinizi bilirəm. Bu Zəngəzur dəhlizi məsələsi. Çünki o danışıqlardan sonra, imzalardan sonra Çinin Avropaya yönələn, qərbə yönələn marşrut xətləri təkcə Gürcüstan tərəfdən gedişi belə deyək, yetərli olmayacaq. Zəngəzur dəhlizinin açılması da biraz da aktuallaşacaq. Ermənistan niyə o
loru dilindən desə, işıq gələn yerə papağını tıxır. Niyə Zəngəzur dəhlizinin açılması əslində Ermənistanın da xeyrinədir? Niyə ona qarşı gedir? Yenə də burada mı kənar qüvvələrin əli var? Yəni bu barədə xahiş edirəm Zəngəzur dəhlizi və ona Ermənistanın maneçilikləri barədə. Əli bəy, ümumiyyətlə bu mövzuya bu istiqamətdən başlayaq ki, Ermənistan hər zaman idarə olunub. Yəni bu hər kəsə bəllidir. Qərb ölkələri özlərini istifadə üçün hər zaman Ermənistana nələrsə vəd ediblər və onu sonda çox pis bir vəziyyətə qoyublar. Bu hər zaman belə olub və təbii ki, öz maraqları naminə müəyyən vədlər veriblər. Bugünkü gündə Ermənistan, əlbəttə ki, onların bu məsələdə real yanaşmaları üçün də bir məntiq olmalıdır, məntiqləri olmalıdır. Görünür, onlarda məntiq qıtlığı da var. Daha öncə dediyiniz kimi Zəngəzur dəhlizinin açılması əslində Ermənistanın özünün xeyrinə olan bir məsələdir. Və bu nöqteyi nəzərdən mən hesab edirəm ki, təbii ki, hər zamanki kimi yenə də kənar qüvvələrin təsiri ucbatından və özlərinin məntiq kəsatlığı ucbatından Ermənistan bu dəfədə bu məsələyə çox qeyri-adekvat yanaşır. Və mən hesab edirəm ki, təbii ki, biz Zəngəzur dəhlizinin açılmasını reallaşdıracağıq. Bu, yəni Azərbaycanın qarşıya qoymuş olduğu növbəti hədəflərdən biridir. Müəyyən zaman buna gedə bilər, müəyyən zaman təbii ki, ala bilər bu dəhlizin açılması. Amma hesab edirəm ki, biz bunu çox qısa bir zamanda reallaşdıracağıq. Əgər ona qalsa, Ermənistan hər zaman Azərbaycan ərazisinin iddiasında olub və onun təsəvvüründə o heç Azərbaycanın torpaqlarını qaytarmağı belə düşünmürdü. Elə təsəvvür edir ki, biz qaytarmayacaqdır. Yəni, sən qaytarmırsan, biz öz torpağımızı sahiblənirik. Sənin nəyisə bizə qaytarmağın söhbəti getmir burada. Yəni, biz öz ərazilərimizi iddiasındayıq və ona nail olduq. Və bugünkü hədəflərdən biri də Zəngəzur dəhlizi açılmalıdır və biz o hədəfə də nail olacağıq. Bu bir müəyyən zaman istəyir, amma biz bunu reallaşdıracağıq. Ermənistana nə qədər qərb təsirləri olsa da, nə qədər özlərinin məntiqsiz yanaşmalar olsa da, yəni bu reallaşacaq. Sadəcə müəyyən zaman lazımdır. Bax, dediniz, Qərbi Azərbaycan, yəni Ermənistan indiki dünyanın, belə deyək, BMT-nin tanıdığı sənədlərində Ermənistan torpağı kimi qeyd olunan Zəngəzura, Dərələyizə, Basar keçərə, Göyçiyə qayıdışla bağlı dediniz ki, bu Azərbaycanlıların haqqıdır, soydaşlarımızın haqqıdır, öz ata-baba yurtları, öz evlərinə dönmək, öz evlərinə getmək. Bu, dünya beynəlxalq hüquqda da bu təsvir olunubdur. Hər kəsin yaşamaq, azad yaşamaq, öz mülkündə, öz deməli, evində yaşamaq haqqı var. Yəni, bundan heç kim çevrilə bilməz. Sadəcə olaraq bunun mexanizmi, bilirsiniz, Ermənistan təbii ki, ilk olaraq Ermənistan buna bir təhlükəsizlik təminatı verməlidir. Yəni, yəqin ki, bu da mümkün olar bu təhlükəsizlik təminatı ilə bağlı. Çünki bunsuz, yəni, mümkün deyil ki, kimsə gedib orada, belə deyək də, ermənilər tərəfindən növbəti dəfə bir, belə deyək, bir hücuma məruz qala bilər, onların həyatı təhlükə altına düşə bilər. Yəni, bunun üçün Ermənistan həm də bu inteqrasiya etmək istəyirsə, həm Türkiyə, həm Azərbaycana inteqrasiya etmək istəyirsə, mütləq bundan yapışmalıdır. Nəyi bir də xatırlatmaq istəyirəm indi bu mövzu ilə bağlı. Məsələn, Ermənistanın Türkiyəyə qarşı istənilən iddiası, yəni bütün nə qədər ki iddialar var, nə qədər həm ərazi iddiasından başqa ümumiyyətlə türklərə qarşı bir antipatiya var erməni cəmiyyətində. Bu hər yerdə belədir. Ümumiyyətlə Azərbaycanlıları da belə deyək, yaxına buraxmaq istəmirlər, heç vaxt bizlə qonşuluq etmək də istəmirlər. Belə bir fikirlər. Amma buna baxmayaraq Türkiyədə, Türkiyə prezidentinin də dediyi kimi, Türkiyədə 90-120 min arası Ermənistan vətəndaşı, orada yaşayan ermənilərdən söhbət getmir. Ermənistan vətəndaşı son 15-20 il ərzində Gürcüstan vasitəsilə gediblər, orada yaşayırlar, işləyirlər, özlərinə çörək göndərirlər. Yəni,
bir tərəfdən düşmən münasibətləri, digər tərəfdən gedib orada çalışırlar, gedib orada işləyirlər çox normal şəkildə. Bu vəziyyəti, yəni türklərin ermənilərə necə etdiyi, elə bizim özümüzün də Azərbaycanda 30 mindən artıq erməni var. Bizim özümüzün, türklərin ümumiyyətlə ermənilərə göstərdiyi diqqətlə, münasibətlə ermənilər onu adekvat olaraq, yəni eyni bir formanı niyə göstərmək istəmirlər? Sizcə nədən qorxurlar bunlar? Baxın, Əli bəy, televiziya ekranlarında Xankəndidən ermənilərin və digər rayonlardan ermənilərin çıxışını biz canlı şahid olduq. Və onlara suallar verdi jurnalistlərimiz ki, siz məcburmu çıxırsınız, yoxsa özünüzmü könüllü şəkildə? Hər biri könüllü şəkildə çıxdıqlarını bəyan etdilər, fikirlərini bildirdilər. Lakin müəyyən müddət keçəndən sonra Paşinyan deyir ki, Xankəndindən olan deməli, ermənilər Xankəndində yaşasınlar. Biz nə deyirik? Azərbaycanın vətəndaşlığını qəbul edib, hər bir Azərbaycan vətəndaşı kimi yaşamaq istəyirsə buyursun. Bəli. Biz isə nə istəyirik? Biz Ermənistana qarşı bizim hər hansısa bir ərazi iddiamız yoxdur. Möhtərəm cənab prezidentin qoymuş olduğu prinsipal mövqe nədir? Biz Qərbi Azərbaycana sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz qaydada qayıdacağıq. Bəli. Yəni bu üç sözdə artıq bütün yanaşma öz əksini tapır. Biz sülh yolu ilə, yəni ərazi iddiasında deyilik. Ləyaqətlə, yəni bizim soydaşlarımıza qarşı mütləq ləyaqətli davranış olmalıdır və soydaşlarımızın təhlükəsizliyi təmin olunmalıdır. Bəli. Haqlı vurğuladınız ki, bugün Azərbaycanda yaşayan ermənilərə qarşı Azərbaycan tərəfindən, Azərbaycan xalqı tərəfindən, Azərbaycan dövləti tərəfindən hər hansısa bir təpki yoxdur. Bu olmadığı yanaşmada Ermənistanın bu cür münasibət göstərməsi bir də onların riyakarlığını ortaya qoyur. Yəni insanlar əvvəla özlərinə güvənsizdirlər. İkinci bir tərəfdən də bunlar ümumiyyətlə əgər demək mümkündürsə, ümumiyyətlə bir fobiya içərisində yaşayırlar. Bizim ərazi iddiam, bizə qarşı ərazi iddiası göstərən də Ermənistan, fobiya içərisində yaşayan da Ermənistan. Yəni bunu tərəziyə qoyanda çox qəribə bir ölçü yaranır. Ki, yəni ərazimizə də göz dikmirsən, həm də qorxursan. Yaxşı, sənin niyyətin, istəyin ümumiyyətlə nədir? Nə etmək istəyirsən? Maraqlı yanaşmadır. Belə. Deməli, Azərbaycan prezidentinin Çinə səfəri ilə bağlı mən ona görə dedim ki, yəni ümumi belə sual versəm, yəqin ki, tutarsın, mən dedim axı, orada biri var, iqtisadi əlaqələr bir neçə gündür, yəni 2 günlük səfərdir. Burada iqtisadi əlaqələrdən hamı danışır, hamı deyir. Əlbəttə bu bir kəmər, bir yol üstündə. Eyni zamanda biz ona da diqqət elədik. Bu dəhliz boyu, yəni Azərbaycana bunun gətirəcəyi dividend barəsində çoxlu danışmaq olar və yəqin siz də bu fikirləri davamını deyəsiniz. Və bir digər tərəfdən Azərbaycanla Çin arasında bir bəyannamə də imzalandı. Bu bəyannamə çox önəmli bir bəyannamədir. Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın suverenliyinin tanınması. Yəni bundan sonra Azərbaycana qarşı dünyanın başqa ölkələrində, xüsusən də belə deyək, indi Avropa ölkələri biraz Azərbaycan üzərində nəyisə qurmağa çalışırdılar. Azərbaycan buna getmədi. Bu reallıqdır, ortadadır. Azərbaycan Avropanın lider dövləti olan Fransa ilə bu dəqiqə baş-başa gəlir. Yəni ona etdikləri, hətta dənizaşırı ölkələrə etdikləri bu zülmləri onun üzünə deyir və ona qarşı bir tədbir görmək iqtidarındadır və bunu da edir. Bütün o beynəlxalq tribunalardan edir və üstəlik də Çinlə bu qədər geniş əlaqələrə, müqavilələrin imzalanması, bəyannamənin imzalanması Avropanı da qıcıqlandırır. Avropa istəmir ki, Azərbaycan müstəqil şəkildə hərəkət eləsin. Çinlə dünyanın super gücü, iqtisadi cəhətdən də, həm də ixrac üstü üzərindən götürürsək, dünyanın bir nömrəli ölkəsidir. Və bununla
Azərbaycan iki tərəfli, bərabər hüquqlu bir sənəd imzalayır. Bu Avropanı da qıcıqlandırır və buna təbii ki, bizə qarşı hansısa bir addımlar atacaqlar. Bu mütləqdir. Azərbaycan buna da hazırdır. Amma reallıq budur ki, Azərbaycan artıq Çinlə çox maraqlı sənədlər imzaladı. Eyni zamanda bizim o biraz həssas yerimizidir, bütün türklərin həssas yeri Uyğur Muxtar vilayətində o keçən əvvəlki dönəmlərdə biraz bəzi qüvvələrin ortaya atdığı bir hücum var idi. Çinə qarşı hücum var idi. Orada Uyğurları incidirlər, Uyğurlara qarşı belə eləyirlər. Orada da biraz qarışıqlıq yaranmışdı. Bu təbii ki, Türk dünyası ilə Çinin arasını vurmağa hesablanmışdı. Amma bu gün nə baş verir? Çinlə Uyğur vilayəti ilə Naxçıvan qardaşlaşır. Bu sənəddə də öz əksini tapır və beləliklə, belə deyək, sizin deyəcəyiniz fikirləri mən özüm götürməyim, yəni özüm deməyim. Siz də bu dediyim məsələlərlə bağlı Azərbaycanla Çin arasında bağlanmış bəyanatlardan sonra, sənədlərdən sonra bizə qarşı hansısa bir addımlar atılacağı bəllidir. Biz Azərbaycan, bu sənəddən çıxış eləyərək Azərbaycan nə edəcək? Bugün ölkə başçısının deməli Çin Xalq Respublikasına səfəri Azərbaycanın dünyada artan nüfuzunun, ölkə başçısının uzaqgörən siyasətinin və diplomatik səriştəli diplomatik yanaşmasının bariz nümunəsidir. Təbii ki, Azərbaycan bugün Çinlə əldə etmiş olduğu iki tərəfli bəyannamə ilə artıq bir daha Azərbaycan dövlətinin hansı gücə və hansı qüdrətə malik olduğunu göstərdi. Kənardan bu təbii ki, qərb ölkələri tərəfindən müəyyən qısqanclıqlarla qəbul olunacaq. Daha öncə qeyd etdiyiniz kimi Çinin dünyada ikinci böyük nəhəng ölkə olması və bu ölkə ilə Azərbaycanın bu qədər sıx əməkdaşlıq qurması və bugün hər tərəfli tərəfdaş kimi gündəmdə olması təbii ki, müəyyən məsələlərdə qərbi qıcıqlandırır. Lakin bütün məsələlərdə olduğu kimi Azərbaycan bu məsələdə də haqlı tərəfdir və hər zaman olduğu kimi burada da öz sözünü deyə biləcək. Çünki daha öncə siz özünüz vurğuladınız, elə mənim deyəcəklərimi siz də müəyyən mənada dilə gətirdiniz. Fransa kimi bir ölkəyə Azərbaycan bugün öz sözünü diktə edir. Yəni mən prinsipallığını göstərir. Hansısa qərb ölkəsinin bugün nə deməsindən asılı olmayaraq Azərbaycan yenə öz prinsipallığını və təbii ki, öz mövqeyini ortaya qoyacaq istənilən halda. Bütün məsələlərdə olduğu kimi. Azərbaycan haqlı olduğu bütün məsələlərdə və ümumiyyətlə Azərbaycan hər zaman haqlıdır bütün məsələlərdə və haqlı olduğu məsələlərdə xüsusilə də o öz sözünü deməyə qadirdir. Belə. Bundan başqa bir sualımız da olacaqdır. Bizim elə baş xəbərimizdə əslində İranla İsrail arasında gedən bu indiyə qədər də davam edən bir münaqişə açıq müharibə şəklində hardasa son vaxtlar, son bir il ərzində belə bir təmaslar olubdur. Amma indiyə qədər İranla İsrail arasında müharibə proksi qüvvələr vasitəsilə, yəni İranın Suriyada, İranın Livanda, İranın Fələstində olan qüvvələri ilə İsrail arasında toqquşmalar falan olurdu. Sonuncu bu müharibədə Həmas-İsrail müharibəsindən sonra artıq bütün belə deyək, həmin qüvvələr də üzə çıxdı. Hər şey artıq təmaslar iki ölkə arasında başladı və bu indiki məqamda belədir ki, İsrail Amerika Birləşmiş Ştatlarından dəstək almaq amacı ilə Trumpla danışıqlar aparıb. Yaxınlarda Netanyahu Amerika Birləşmiş Ştatlarına səfər eləmişdi. Yəni burada məqsəd düzdür, yaxın şərqdə gedən proseslər olsa da eyni zamanda İran məsələsi vardır. Danışıqların
çoxu da belə deyək, ən ağır yükü də İranla bağlı o gedən danışıqlar oldu. Yəni İsrail İrana hücum etmək üçün İranın nüvə obyektlərinə, yəni onu hücum edib əraziləri işğal etmək kimi bir niyyəti yoxdur. Yəni gücü də çatmaz ona, çünki İranın ərazisi böyükdür. Sadəcə olaraq İranın nüvə obyektlərini, nüvəni zənginləşdirən obyektlərə zərbələr endirmək və onu deməli istehsaldan məhrum etmək niyyətin güdür. Amma Amerika Birləşmiş Ştatları hələ də gözdə əmrini verir. Hətta Trump Rusiyaya belə bir tapşırıq vermişdir ki, İranla bir araya gəlsin, bu məsələləri ona anlatsın ki, Amerika Birləşmiş Ştatları onunla müharibə aparmaq istəmir. Amma söhbət nədən gedir? Azərbaycanın burada da yenə də Azərbaycan dövrəyə girir. Azərbaycan İsrail ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində öz müsbət belə nəticələr əldə edibdir. İndi maraqlı bir məsələdir, həm İsrailin başı bu dəqiqə həm daxili, həm xarici problemlərinə qarşı, həm də İranın. Belə bir məqamda məsələn hər iki ölkə başqa yerlərə, başqa iri dövlətlərə, başqa güc mərkəzlərinə yox, Azərbaycana gəlirlər. Yəni burada mən düşünmürəm ki, Azərbaycana sadəcə olaraq elə əvvəldən planlaşdırılmış bir səfər olubdur. Sadəcə olaraq İndi məqamı çatıb ki, Azərbaycanla bir təmas olsun, Azərbaycan prezidenti ilə bir təmas olsun. Onun fikirləri bizim üçün maraqlıdır. Suriyanın prezidenti bu görüşlər, bu səfərlərdən sonra da Azərbaycana gəlmək niyyətindədir və üstəlik də bundan indiyə qədər, yəni SOCAR-ı orada neft sənayesində yenidən qurulmasında, o işlənməsində, investisiya məsələlərində Suriyaya dəvət etməsi də çox önəmli bir məsələdir. Və bunları niyə görə deyirəm? Bu ətrafdan gəlməklə bu sualları bir konkret etmək istəyirəm. Pezeşkan da Azərbaycana gəlmək istəyir. Biz indi çoxdan arzulayırıq ki, Azərbaycan prezidenti çoxdandan deyək ki, and içmə mərasimindən dərhal sonra Pezeşkanı Azərbaycana dəvət etmişdi. Və Netanyahu da bir neçə dəfə Bakıda olubdu. Yəni bu məqamda onun da səfəri var. Amma hər ikisinin dalbadal deyək, Pezeşkan gələcək, gedəcək, sonra Netanyahu gələcəkdir və burada Azərbaycanın da önəmi ortaya çıxır. Nə qədər belə deyək, vasitəçi bir, həm də necə deyirlər, hansı vasitəçi olmaq, yəni tərəflərin maraqlarına toxunmadan ədalətli bir tərəf olaraq bu vasitəçilik missiyasını boynuna götürməsi və digər məsələlər də ola bilər. Yəni bu hadisəyə siz necə yanaşırsınız? Onu mən bilmək istəyirəm. Əgər tamaşaçılar da burada üzr istəyirəm, bir tamaşaçıların da suallarını elə oxuyum ki, yəni siz buna deməli Salmanova Nərgiz xanım deyib ki, bu görüşlərdən gözlənilən nəticələr hansılardır? İndi onun hamısına da bircə cavab verməsəniz də ümumiləşdirilmiş bir cavab vermək olar. Müharibə tərəfləri nə səbəbə Bakıya gəlirlər? Nazilə Xançiyeva, deməli, salam Vəli bəy, salam Günay xanım, siz də salamlayırlar. Dostlar, xoş gördük. Sülh danışıqları zamanı hansı çətinliklər yaşandı? Hansı sülh danışıqlarından gedir, bilmirəm. Hadisədən əsl üzü nədən ibarətdir? Məqsəd nədir? Sonra, deməli, niyə öncədən şərh edilmirdi, bunun qarşısı niyə alınırdı? Mən də bunu dəqiq tuta bilmədim, hansı söhbətdən gedir, amma bir sualı da oxuyacağım. Deməli, Pezeşkanın və Netanyahunun eyni anda Bakıya gəlməsinin arxasında nə dayanır? Çox maraqlı suallardır, yəni sizlər qulaq asırlar, bu da sizin suallar. Çoxlu suallar var, hamısı eyni oxşardı belə, ona görə mən bir ikisini oxudum. Pezeşkanın Azərbaycana rəsmi səfəri, hesab edirəm ki, İranla Azərbaycan münasibətlərində bir dönüş olmalıdır. Yəni İranla Azərbaycanın münasibətləri bugün hər kəsə bəllidir. Mən hesab edirəm ki, bu səfərin özü də yaxşı mənada bir dönüşə çevrilməlidir və Netanyahunun Azərbaycana səfəri bu əslində gözlənilən bir səfərdir. Azərbaycanla İsrailin münasibətləri bilirsiniz ki, çox yüksək səviyyədədir və Azərbaycan və İsrail müttəfiq
ölkələrdir. 44 günlük müharibə zamanı da biz məhz İsraildən almış olduğumuz hərbi sursatlar vasitəsilə də dünyaya belə deyək, hərbi gücümüzü göstərə bildik və istənilən məsələdə ümumiyyətlə Azərbaycan və İsrail hər zaman bir dost və qardaş münasibətlərini qarşılıqlı şəkildə sərgiləyib. Bugün hər iki dövlətin Azərbaycana, yəni bu günlərdə gəlişi təbii ki, çox düzgün vurğuladınız. Azərbaycanın ədalətli və xoşməramlı vasitəçiliyindən irəli gəlir. Bilirsiniz ki, Azərbaycan dövləti hər zaman bütün məsələlərdə ədalətlə yanaşıb, ədalətin yanında olubdur və hesab edirəm ki, bugün də bu hər iki bir-biri ilə heç də belə deyim, razılaşmayan, belə desək daha dəqiq olar, ölkələrin Azərbaycana rəsmi səfərindən sonra düşünürəm ki, yaxşı mənada münasibətlərdə bir dönüş olacaqdır. Çünki Azərbaycan hər zaman xoş niyyətlər üzərində münasibətlərə vasitəçilik edibdir. Təbii ki, bunu bir balaca proqnozlaşdırmaq öncədən çətin olar. Yəni, qarşı tərəflərin mövqeyini mən düşünərək deyirəm. Amma hesab edirəm ki, hər halda bu Azərbaycana bu hər iki dövlətin nümayəndəsinin gəlişi onların özü üçün də bir yaxşı mənada öz təsirini göstərəcəkdir. Burada danışıqlarda yəqin ki, Zəngəzur dəhlizinin İranda axı deyirdilər ki, bizim qırmızı xəttimiz, bizim hansısa qırmızı xətt deyəndə onların yəqin ki, maraqlarından söhbət gedirdi. Əgər Ermənistan tərəfindən siz təsəvvür edin ki, Arazın şimal tərəfində Ermənistan tərəfindən xəttin keçməyini istəməyən İran, Arazın bu tayında 50 metr bu tayından o xəttin keçməsini istəyir. Burada deməli öz maraqlarını güdür. Burada başqa bir qırmızı xətt deyəndə güya qatarlar oradan keçsə, yol oradan keçsə, Ermənistanın suverenliyinə ziyan mı gələcəkdir? Yəni burada bir şey yoxdur. Yəni İranın mövqeyi hər zaman ortada olub Əli bəy. Onlar müsəlman ölkəsi olsalar da hər zaman Ermənistana qardaşlıq ediblər. Ermənistana öz dəstəyini göstəriblər. Bu müharibədən öncəki zaman kəsiyində də belə idi, müharibə zamanı da belə oldu, müharibədən sonraki dönəmdə də biz bunların şahidi olduq. Yəni bunların yanaşması və mövqeyi bu cürdür. Ortadadır və onlar bundan nə qədər dansalar da kifayət qədər faktlar var. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bugün dünyada xristianlaşma, yəni xristian sayağı yanaşma var. Yəni xristian təəssübkeşliyi var. Lakin müsəlman ölkəsi olan İran bu məsələdə heç zaman Azərbaycanın yanında olmayıbdır. O hər zaman İrana dəstək olur. Ola bilər ki, bu səfərdən sonra nəsə bir dəyişdi. Mən də onu düşünürəm ki, ona görə öncədən dedim ki, düşünürəm ki, Azərbaycan və İran münasibətlərində bir dönüş olacaq. Bir qırılma olar yəqin ki, həm də ki, Pezeşkanın özünün dediyi kimi türk olmasın. Yəni ki, belə də bu gizli bir şey deyil. Çünki İranda 20 milyondan artıq belə, 30 milyon da deyirlər, çoxu deyirlər, Azərbaycanlı yaşayır. Onlar da həmin toplumun, həmin xalqın nümayəndəsidir və İranda da belə deyək, İranın elə rəhbəri də, ali dini lideri də Azərbaycan kökənlidir, türk kökənlidir. Yəni burada güman etmək olar ki, İran bu məsələlərdən sonra, bu danışıqlardan sonra, Pezeşkanın səfərindən sonra Azərbaycana o hansısa qüvvələrin yeritdiyi, onların başına yeritdiyi o ayrı seçkilik, ayrı cür düşünmək, belə deyək, bizi burada qoyub ermənilərlə bir araya gəlməkləri, yəni bu sindromu, bu belə də buzları qırıb axır ki, bir isinişmə yaranacaqdır. Çünki bizim heç vaxt İrana qarşı bir belə deyək, təxribat etməyimiz və ya da ki, Azərbaycan üzərindən hansısa üçüncü ölkəni İrana qarşı bir hansısa bir hərbi müdaxilə etmək və ya bir niyyətimiz də olmayıbdır, heç vaxt. Çünki orada həmişə fikirləşmişik, orada bizim soydaşlarımız yaşayır. Yəni mümkündür. Azərbaycan ümumiyyətlə heç zaman hansısa bir ölkəyə qarşı istər ərazi iddiası, istər bu və ya digər şəkildə iddiaları olmayıb. Azərbaycana toxunmadığın sürəcə Azərbaycanın heç kəsli işi yoxdur. Azərbaycan dövləti, yəni xalqı hər zaman bu cür, yəni ki, prinsiplə yaşayıbdır. O necə deyərlər, dəymə mənə,
dəyməyim sənə. Bəli. Yəni bu prinsiplə Azərbaycan hər zaman öz mövqeyini sərgiləyibdi. O cümlədən də İran üçün. Yəni biz nə zaman onlara qarşı hər hansısa bir iddiamız olubdu. Sadəcə İranın Azərbaycana qarşı göstərdiyi bu cür mövqeyə inanıram ki, nə zamansa dəyişəcək. Çünki sonuçda biz eyni dindən belə deyim, eyni dinə mənsubuq. Bəli, elədir. Yəni burada müsəlmanpərəstliyi də mən elə bilirəm ki, bir ortaya qoymaq lazımdır. Düzdür, biz ölkə olaraq tolerant ölkəyik, amma yəni bu gün dünyaya baxanda isə bu gün qərb ölkələrinin də Ermənistana dayaq olması və İranın da Ermənistana dayaq olması uzlaşmır. Elədir. O qərbçi, onu da deyək ki, o qərbçi öz maraqlarından istifadə edir. Bəli, həm də ki İranın özünə qarşı bir belə bu prinsip var, belə deyirlər. Dostumun dostu mənim də dostumdur. Dostumun düşməni. Burada nədənsə təsəvvür edin, Qərb, Ermənistan və İran bir-birinə qoyanda o prinsiplər burada itir. Nə dostumun dostu mənim düşmənimdir, nə düşmənimin dostu mənim dostumdur. Belə bir belə deyək, bir çox paradoksal bir vəziyyət yaranır. Bunu da yaradan kimdir? Sözün əsl mənasında bizdən çox, bizə, yəni bir müsəlman dövləti olaraq sənə indiyə qədər heç bir belə deyək, təxribatlarda, hər hansısa bir məsələlərdə sənə qarşı çıxmayan bir qonşun haqqında belə cür fikirləşmək, buna əzələ nümayiş etdirmək, bizə qarşı hansısa bir başqa fikirlərdə olmaq təbii ki, qəbul edilməyən bir məsələdir. Gələk o Ermənistanın sülh gündəliyinə. Sizcə bu sülhə, yəni aydın məsələdir ki, kənar qüvvələr icazə vermirlər. Amma bizim bir yanaşmamız həmişə olubdur. Bir Azərbaycan dövləti olaraq həmişə olubdur. Biz prezidentləri yora-yora gəlmişik. Bax, təsəvvür edin ki, Koçaryan Ter-Petrosyan prezident oldu. Onu yorduq. Yəni bütün tribunalarda onun bütün şərtlərini hamısını neytrallaşdırdıq. Axırda hakimiyyət dəyişikliyi baş verdi. Elə gəlib orada belə deyək, Azərbaycanla bağlı hansısa bir xoş məramlı, yəni Azərbaycanın maraqlarına uyğun bir addımlar atacaqları halda, deməli 98-ci ildə parlamentə gülləbaran oldu. Kaçaryan gəldi. Kaçaryanı o tribunadan bu tribunuya, oradan ora, buradan bura axırda yorduq. O da sözü bitdi. Bu Qarabağ məsələsində sözü bitdi. Növbəti prezident gəldi, onun da sözü bitdi. Axırda 4-cü prezident, yəni dövlət başçısı deyək, Paşinyan o təzyiqlərə dözə bilmədi. Elə necə deyirlər, haqqın qabağında, həqiqətin qabağında artıq başqa söz deyə bilmədi. Bir sözü oldu ki, Qarabağ Ermənistandır, onun da ki, Valday deməli, tədbirində Azərbaycan prezidenti ondan da kəskin bir nidanı qabağına qoydu və bununla da bitdi iş. Yəni Azərbaycan həmişə o belə deyək, bu proseslərə o qazandığı haqqı olanı qazanmağa çox çətinliklə gedibdi, amma gedibdi, çatıbdı, hədəfinə çatıb. Biz düşünürük ki, İranla bağlı məsələlərdə də biz neçə prezident dəyişilibdi orada. Hamısı ilə, hər biri ilə xoş münasibət, xoş davranmaq, xoş fikirlər səsləndirmək. Axırda yenə də get-ha-getdə öz fikirlərini gəlir. Siz təsəvvür edin, rəisi ən son anda gəldi, həm ömrünün, həm də hakimiyyəti də elə getmək üzrə idi. Gəldi Azərbaycana, Xudafərin körpüsündə, orada o qurğunun ətrafında söhbətlər elədi. Xoş bir, sözün əsl mənasında xoş bir aurada bir söhbətlər oldu. Getdi, indi Allahın rəhmətinə getdi. Onun da vaxtı ora qədərmiş. Onun bir heç kimin günahı olmadan, yəni sadəcə o hava şəraiti ilə. Sözümün canı nədir? İndi Ermənistan bizimlə sülh müqaviləsi imzalamaq üçün hər şey hazırdır. Bizdə qalır, bəzən deyirlər, indi siz millət vəkili olaraq bunu parlamentdə daha o, belə deyək, detallarına qədər bilirsiniz onu. Biri var ki, konstitusiya dəyişikliyi, bir də var ki, konstitusiyanın alt sənədi olur, belə deyilək, qanunların alt sənədi olur, belə bir, mən də eşitmişəm, mən o sənəd hazırlayan bir, belə deyək, şəxsi olmadığım üçün, deyir, onu hətta parlamentin özü də belə, parlamentdə onu müzakirəyə çıxarıb həmin
maddəni, istinadı ləğv eləmək gücündədir. Bunun üçün referendum keçirməyə ehtiyac da yoxdur. Amma hadisələr deyəsən buna doğru gedir. Siz necə fikirləşirsiniz? Bu mümkün olarmı? Əli bəy, Azərbaycan bugün haqlı şəkildə əslində verilişin əvvəlində biz bu məsələdə bir balaca fikirlərimizi deməli diqqətə çatdırdıq. Azərbaycan haqlı şəkildə sülh müqaviləsinin imzalanması üçün Ermənistanın ərazi iddialarından əl çəkməsini tələb edir. Bu fərqi yoxdur. İstər referendum şəklində olsun, istər parlament səviyyəsində olsun. Bu birmənalı şəkildə həll olunmalıdır. Əks halda daha öncə vurğuladığımız kimi bu sülh imzasının müqaviləsinin imzalanması hüquqi cəhətdən öz əksini tapmayacaq. Çünki sənədlərdə, konstitusiyada və hüquqi normativ aktlarda ərazi iddiası qeyd olunur. Qeyd olunduğu halda hansı biz sülh müqaviləsindən danışa bilərik? Doğrudur. Bu bir mənalı şəkildə istər sənəd üzərində, yəni hüquqi sənədlərdə, istərsə də danışıqlarda bitməlidir, tamamlanmalıdır ki, biz artıq masa ətrafında bu məsələni bir dəfəmlik sülh müqaviləsini imzalamaqla bitirək. Bu olmadığı sürəcə Azərbaycan bu məsələyə elə olduğu kimi də yanaşacaq, olduğu kimi mövqedə də qalacaq. Çünki bu bizim haqlı tələbimizdir. Zamanında siz o prezidentlərdən danışdınız. Mən bir məqamı xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Sarkisyan o zaman Xocalı soyqırımını etdikdən sonra dedi ki, Azərbaycanlıların ağlına gəlməzdi ki, biz onların dinc əhalisinə qarşı hər hansısa bir yəni belə deyək, o hadisəni törədərik. Soyqırım. Özləri bunu boynuna alırlar ki, yəni biz bunu edirik. Biz, üzr istəyirəm, yəni vandalıq, barbarıq. Bunlar özləri öz dilləri ilə bunu etiraf edirlər. Etiraf etdikləri halda bugün zəhmət çəksinlər, sənədlərində düzəlişlər etsinlər, ümumiyyətlə çıxartsınlar bu müddəaları və o zaman haqlı şəkildə Azərbaycan sülh müqaviləsi imzalamağa tam şəkildə hazır olacaq. Günel xanım, təşəkkür edirəm. Stüdiyamıza gəldiyiniz üçün çox maraqlı fikirləriniz oldu. Burada suallar da çoxdur. Bizim vaxtımız ancaq rejissorumuz bizə işarə edir ki, vaxtımızdan da artıq keçibdir. Ona görə də mən bu sualları bizim hörmətli tamaşaçılarımızın suallarının Allah qoysa növbəti dəfə ya da ki, başqa bir belə deyək, müsahibimizə bunu ünvanlamaq zorundayız. Çünki mən bir hissəsini oxudum, qalanları qaldı. Çoxdur burada deməli sual verənlər çoxdur. Mən yenə də sizə təşəkkür edirəm studiyamıza gəldiyiniz üçün. Hörmətli tamaşaçılar, bununla da verilişimiz sona çatır. Xüsusilə vurğulamaq istəyirəm ki, bugün bizim müsahibimiz millət vəkili Günay Amalı idi. Sağ olun, gələn görüşə qədər.